Salam, sabahınız xeyir olsun. Deməli, yeni bir vloqa başlayıram. Savaşta mıyız? Zavtrak üçün belə bir simitim var, çayım var. Tez yeyim, işlərimə qoyuluram. İşə öz şkafımı yığmaqla başladım. Öncə yenə kosmetikada baxım məhsullarımdır. Nə varsa istədim ki, birinci bunları sərgiyə salım. Makyaj vasitələrim, digər vasitələr, baxımdır, bədən üçün vasitələrdir. İndi deyə bilərsiniz ki, bəs bunlar niyə bu qədər azdır? Bəlkə də bəzilərinə az, bəlkə bəzilərinə çox gələcək. Amma mən düşünürəm ki, kosmetikadır. Bunlara çox pul xərcləməkdənsə, düşünürəm ki, bu pulu daha səmərəli şeylərə xərcləmək yaxşı olar. Bu videonun əslində çoxdan çəkmişdim, amma hal-hazırda editləyirəm və hal-hazırda səs yazıram. Bu arada onu da deyim ki, mən burada şkafımı yığışdıram və bundan sonra da şkafımı yığışdıram. Hardasa o şkafın dağınıq falan olmaması 2-3 gün falan maksimum çəkdi deyərdim. Bu da imtahan dönəmimlə əlaqəlidir. Çünki mən imtahana hazırlaşanda adətən ev işlərindən uzaq oluram. Çalışıram ki, imtahana fokuslanım, ancaq çox da güclə hazırlaşmıram. Bunu da demək istəyirəm. Çox adətən həvəssiz oluram. Yəni imtahandan hətta son bir gün qalmış hazırlaşardım deyərdim də. Yəni burada da çayımı süzmüşəm, işimi görürəm. Və nəhayət belə yığdım. Görmüş olduğunuz kimi azdır. Yəni normalda mən influencerlərdə, digər blogerlərdə kosmetika vasitələrini çox görmüşəm. Burada da sizi qucaqlayıb bağrıma basıram və istəyirəm burada partamı falan yığışdırım, keçim promoya dərsə. Dərsə keçdim. Keçdim bu arada deyəndə ki 5 dəqiqə dərs oxuyuram və yerdə qalan vaxtları rezisə baxıram. Bu arada imtahanıma hardasa bir gün falan qalmış hazırlaşırdım mən və çox da wow bir nəticə gözləmirdim, nə yalan deyim. Amma imtahan nəticəm buna rəğmən yaxşı gəldi. Amma yəni bunu deyə bilərəm ki, bütün imtahanlarıma demək olar son bir gün qalmış hazırlaşdım. Çünki son 2-3 gün qalmış hazırlaşanda mən adətən həmin dərsi unuduram. Burada da qardaşımla gəlir mənim yanıma, qardaşımla salamlaşıram. Belə görüntülər çıxır ortaya. Və təbii ki də favori serialım olan Yaprak Dökümünə baxıram. Hətta Yaprak Dökümü analizini çəkmişəm. İstəsə keçib baxa bilərsiniz. Dökülməməsi lazım olan uşaq çəkir bu arada. Çayım həmişəki kimi çay içməkdən çaya döndüm. Çay arpağına döndüm. Belə bir atışdırmalıq güya. İçində şəkər tozu var, qatıq var, mürəbbə suyu var. Hazırlaya bilərsiniz. Hətta bunu soyuducuya qoyarsınız. Gözlərsiniz biraz soyuq olsun, sonra yiyin. O qədər dadlı olur, o qədər dadlı olur. Yəni əsl yay şeyidir də, yay şey. Yay atışdırmalığı. Başlayaq görək nə olur. Deməli mən məsələləri falan işlədim. Güya bunlar emin balıqdır da. Və bizim yerdə cəmi 58 dənə sualı qalıb. Və bir günümüz qalıb. Yəni maksimum rahatlıq. Özüm üçün belə bir yemək hazırlayıram. Düzgün əsəsə baxın. Çox iştah açıcı görsənir məncə. Hay Allah, buxar imkan versə video çəkəcəm. Gəldim marketə. Məni, bu nədir? Mən imtahanı verdim, amma çox bərbad verdim. Qətiyyən ümidim yoxdur da. Allahın izni ilə, yəni nə olursa olsun. Xoşum gəlir belə yenilərdən. Yavaş. Birinci bir hər yer dağıdır. Belə savun qabları falan var. Bu o qara şey deyil, silən var ya. Gəldik Yaraz marketə. Burada belə 1 manat 99 qəpiyə. Ay, qırmışdım. Belə bir qab var. Çox maraqlıdır. Sonra burada belə qablar var. 69 qəpiyə. Bunlar Allah rəksizdir. Aladım. Qəşəng qab var. Qəşəng xoşum gəldi. Pantin 8 manat. 8 manat. Asino. Bunun məndə şeyi var. Doktor Aşı. Bu yalandır. Kremən altında xülatdır bu. Hani 35 qəpiyə bunlar. 33 qəpiyə. Allah. Deməli, mama belə bir badımcan salatı hazırlayıb. Restoranlardakı kimi, yəni xırt-xırt badımcan var, o isti, xırt-xırt ensi olub, sosu falan hər şeyi. İstəsəniz resept bölüşərəm. Divara tərəf tutum. Deməli,
Garnierdən Fructis-in bir şampunu var. Bilmirəm bu nə üçündür. Evə alıblar. Ne qoyub nə mən bunun tərkibini araşdırım baxım. Gedim sonra çimiyim, saçıma vurum da. Mən saçıma hər şampun vura bilmirəm. Yəni qələmin belə göstər daha çox yazacaq imtahanı görürəm. Ay Allah, kamera bərbər çəkir. Mən buradan içəri şəhərə gedəcəyik, yoxsa sahilə gedəcəyik? Otur boş eləyir. Neçə? Denəsə ya. Nasıl tutsun Ya. Şam atladım. Neçə metr? Denə. 450. Səndə? Sen ne 700. 600, 70. Hamı yatır, diva oyaqdır. Niyə? Çünki divanın sabah imtahanı var və bu diva kölə kimi işləyir. Bu suallara baxın, boşlamsın, boş. Sənin biraz arxadan başlayayım. 3 dənə sual elədim. Sonra oradan elədim. Deməli 5 dənə sual elədim. Baxma. İşte deyən 4 dənə sual eləmişəm. Ay Allah. Bilsiz hansı imtahanımda? İmtahanımda. Verə bilmədiyim. Əvvəlki imtahanım var idi, daha doğrusu bugünkü imtahanım. Bunu yaxşı verdim. Əqlabdən bu imtahan qaldı. Bunu da sağ-salamat versəm. Nəysə. Deməli, çox bərbad vəziyyətdədir. Deməli, imtahanım yox ki, saat 3-dədir, polun vaxtım var. Onları xainəm onsuz da. Bilirəm ki, çatdıracağım. Prosta həvəsim yoxdur, qardaş, həvəsim yoxdur. Həqiqətən cəmaət gedir, istə evində oturur, qəşəng çayını içir. Mən də burada oyaq qalım deyə çay içirəm. Neyse, sizin də üstünüzdə negativlik yağdırmaq istəmirəm. Sizə daimi pozitivlik verim. Bu haşiyə aldıqlarım bu arada məsələlərdir. Heç nə. Allah mənim köməyim olsun. Allah da sizə səbir versin. Bu imtahanları verim. Sizə o qədər qəşəng videolar çəkəcəm. Baxın, yəni abunə olmamaq üçün mən bir səbəb görmürəm. Sizə həmişə üçün universitetə girmirsinizsə hələ, yəni və yaxud da görəcəksinizsə, daxil olacaqsınızsa, mən niyə danışa bilmirəm? Bayaqdan danışıram, çünki boğazım ağrıyır. Deməli, sizə qəşəng universitet tövsiyələri vermək istəyirəm. Misal üçün, qrup yoldaşları haqqında tövsiyələrdir. Misal üçün, çox insana baxıram mən, universitet haqqında danışıram. Misal üçün, əsasən könüllülük fəaliyyəti falan haqqında danışıram, amma haqqında danışmıram. Misal üçün, universitet daxili olan məsələlərdə, misal üçün, qrup yoldaşları ilə, ən belə bəsit bir şey, qrup yoldaşları ilə arada olan, misal üçün, münasibətlər falan. Mən belə deyim də, neysə, onun deyərəm, universitet haqqında öz təcrübələrimi falan bölüşəndə sizə deyərəm. Amma onu bilin ki, dostlar, hər adamdan sizə dost olmur. Çünki ətrafınızda çox bəzən paxlı insanlar ola bilir, qısqanc insanlar ola bilir. Gedirik imtahana. Ne yalan deyim, içimdə biraz qorxu var. Gedək görək bizə nə gözləyir. Niyə belə çəkir? Deməli, gəldik universitetə. Məzunlar çöldə şəkil çəkdirir, qəşəng, insanları qutarıb. İmtahanlardan falan mən imtahana girəm. Deməli, burada səs yazısı biraz səs-küylü ola bilər. Ona görə də üzünü sayın. Deməli, burada mama keks bişirmişdi. Onunla video çəkirəm. Ümumi imtahan haqqında öz təəssüratlarımı bildirmək istəyirəm ki, imtahan çox dörəyimcə keçmədi. Yəni, oxuduğum suallar çox az düşdü. Və yəni düşünürəm ki, az yığacam. Amma çox bacaysa, yəni həqiqətən çox şad olar. Axırda imtahan nəticəmi istəyirəm sizinlə bölüşüm. Nəhayət oturub bir stəkan çay içə bilirəm. Çay nədir, kofe içə bilirəm. İstəyirəm ki, videonu editləyim. Son zamanlarda başıma bir neçə hadisə gəlir, onun ucbatından videonu düzəlməli editləyə bilmirəm. Nə düzəlməli video çəkirəm. Ümid edirəm videonu bəyənərsiniz. Kanala abunə olmağı unutmayın. Hər birinizi çox istəyirəm. Hər birinizin şərhləri mənim üçün vacibdir. Sağ olun, salamat qalın.